Salam. Ədliyyə İnfazın sual-cavab rubrikasındasınız. Bugün kirayə və əmlak hüquqları mövzusundan danışacağıq. Aparıcınız mən Jalə Asiman, həm söhbətim isə hüquqşünas mediator Zaur Quliyevdir. Zaur bəy, xoş gördük. Xoş gördük Jalə xanım. Zaur bəy, çox vaxt itirmək istəmirəm, elə keçid edirik suallarımıza. Buyurun. Kirayə müqaviləsi yazılı şəkildə bağlanmasa, tərəflərin hüquqları necə qorunur? Əvvəla Jalə xanım, onu qeyd edeyim ki, kirayə müqaviləsi yazılı şəkildə bağlanmalıdır. Bu qanunvericiliyin tələbidir. Bununla yanaşı yazılı şəkildə bağlanmalı tərəflərin hər ikisinin, yəni kirayə verənin də, kirayə ev və yaxud da əmlak götürən qalanın da hüquqlarını və vəzifələrini kirayə müqaviləsi müəyyən eləyir. Əgər yazılı şəkildə ehtimal eləsək ki, bağlanmayıb, çox təəssüflüklə qeyd edeyim ki, təcrübədə belə hallarla çox rast gəlinir və bu halda məhkəməyə müraciət etmək üçün əvvəlcə məhz faktlar üzərində həmin şəxsin həmin evdə kiraya qaldığını və yaxud da həmin evi həmin şəxs məhz kiraya götürdüyünü sübut etməli olacaq. Faktlara görə bunu müəyyən eləmək mümkündür. Daha sonra misal üçün ehtimal eləyək ki, kiraya qalan zamanı vaxtında və razılaşdıqları məbləğdə kirayə haqqını ödəmirsə və bunu digər vasitələrlə, deyək, səs yazısı, yazışma, WhatsApp yazışması və s. sübut eləmək mümkün deyilsə, orta bazar qiymətinə uyğun olaraq ekspertiza tərəfindən müəyyən olunur və bazar qiymətinə uyğun olaraq kirayə haqqını tələb edə bilər. Eyni zamanda da misal üçün kiraya qalanın da deyək ki, mənzilə, əmlaka vurduğu zərərləri də qiymətləndiricinin rəyi əsasında da müəyyən eləyib məhkəmə tərəfindən bu barədə dəymiş zərərlə bağlı qərar qəbul edilə bilər. Bu ehtimallar idi, misallar idi. Aydındır. Bəs ev sahibi müqavilə müddəti bitmədən kirayəşini çıxara bilər? Təbii ki, müqavilə üzrə öhdəliklər müəyyən olunur və iki halda adətən bu olur. Ya ev sahibi vaxtından əvvəl kirayə müqaviləsinə xitam vermək istəyirsə, kirayə müqaviləsində qeyd olunmuş müddətdə adətən bu müddət bir ay olur, bir ay əvvəl xəbərdarlıq eləməlidir. Və yaxud da deyək ki, kiraya qalan artıq mənzili, misal üçün, nümunə üçün deyirəm, mənzili təyinatı üzrə istifadə eləmirsə və yaxud da şəxsin mülkiyyət hüququnu bu və ya digər formada pozursa və yaxud da hər hansı bir maddi zərər vurursa, bu halda xəbərdarlıq etmədən də kirayə müqaviləsinə xitam vermək mümkündür. Bəs vaxtından əvvəl çıxarılarsa kirayəşin depozit və geri qaytarılmasa nə eləməlidir? Yenə də müqavilədə hansı şərtlər müəyyən olunubsa ona baxmaq lazımdır. Amma hər bir halda heç bir müqavilə mülki məcəllərin tələblərini pozmadan, tərəflərin heç birinin hüququnu məhdudlaşdırılmadan bilirsiniz, bağlanmalıdır. Əgər depozitin məbləği deyək ki, müəyyən olunubsa ki, zərər vurub kiraya qalan mənzilə həmin onun əvəzi kimi hesablana bilər. Aydındır, təşəkkür edirəm. Bu da bir sadə nümunə idi sadəcə. Aydındır, təşəkkür edirəm aydınlıq gətirdiyiniz üçün Zaur bəy. Belə dəyərli izləyicilər, siz də hüquqi suallarınızı Ədliyyə İnfazın Facebook səhifəsinə və ya 070-222-91-39 WhatsApp nömrəsinə göndərə bilərsiniz. Seçilən suallar növbəti buraxılışlarımızda elə Zaur Quliyev tərəfindən cavablandırılacaq. Mövzu ilə bağlı fikirlərinizi də rəy bölməsinə yazın. Həmçinin Zaur Quliyevlə əlaqə saxlamaq istəyən hər kəs 070-222-91-39 nömrəsinə yaza bilərlər, biz sizi əlaqələndirəcəyik. Belə dəyərli izləyicilər, sonda bir daha qeyd etmək istəyirəm ki, biz sizin üçün çalışırıq. Hüquqlarınızı bizimlə öyrənin. Çünki məlumatlı şəxs ən güclü olan şəxsdir. Salamat qalın, görüşmək ümidi ilə. Sağ olun.